Vyetnamda istirahət günümüz necə keçir adlı bir video çəkirəm. Və burada motosikletimizə minib yola düşürük. Gedirik bu ara küçələrlə buranın ən gözəl və ən böyük mollarından birinə. Burada özümə alış-veriş eləyəcəm. Camı nədir? Manafın pencəyinə oxşuyur. Yayda Azərbaycana gələcəm deyə fikirləşirdim belə şort alım, amma yadıma düşdü ki, Azərbaycanda şort geyinənə pis baxırlar. Mən də ad günüm yaxınlaşır deyə özümə belə bir ayaqqabı və köynək aldım. Ən zəhləm gedən şey bazarlıq eləməkdir, həqiqətən. Və daha sonra qərara gəldik ki, axşam yeməyini evdə eləyək və hotpot eləyək və ona görə də getdik marketə və burada bizə hotpota lazım olan və ümumiyyətlə evimizə lazım olan bəzi məhsulları aldıq. Pomidorun qiyməti əməlli bahalaşıb və əlavə olaraq da burada alma çox lüks bir meyvə sayılır və ucuz idi, ona görə də onu da aldıq və daha sonra evə gedirik. Ümumiyyətlə hotpot bizim ailəmizin əvəz olunmaz yeməklərindən biridir. Olmasa ən az həftədə bir dəfə hotpot yeməliyik və burada da hotpotumu yeyirəm, qəşəngcə. Daha sonra uşaqların da burada testini yoxlayıram. Videonu bəyəndinizsə, bəyəni birə yazmağı unutmayın. Hələlik.